Cəlilabadda toy hazırlığına gedənlər qəzaya düşüb. Xəsarət alanlar var. Yol qəza hadisəsi Köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb. Biləsuvar rayonu istiqamətində hərəkətdə olan Kia markalı minik avtomobili qarşıdan gedən və dönmə əməliyyatını icra etmək istəyən Zil markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Zil markalı nəqliyyat vasitəsi yol kənarına aşıb. Yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər, 3-ü kişi, 2-si qadın, Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilən 4 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Xəsarət alanlardan biri dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, Kia markalı nəqliyyat vasitəsində olanlar Biləsuvar rayonuna toya getmək üçün salona gedirmişlər. Faktla bağlı araşdırma aparılır. Sonda kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.